Ramazan ayının 25-ci gününün duası. İlahi, bugün məni sənin dostlarını sevənlərdən et. Qəlbimə sənə yaxın olanlara məhəbbət, haqq yolunda olanlara sevgi bəxş et. Məni sənin düşmənlərinlə düşmən olanlardan qərar ver. Zülmə, haqsızlığa və pisliyə qarşı möhkəm dayanmağı nəsib et. Məni sonuncu peyğəmbərin olan Muhammedin pak sünnəsinə əməl edənlərdən qərar ver. Onun gözəl əxlaqını, mərhəmətini, ədalətini və səbrini həyatımda yaşamağı mənə nəsib et. Qoy sözlərimdə, davranışımda və niyyətlərimdə onun nurundan bir pay olsun. Ey peyğəmbərlərin qəlblərinin hamisi olan uca Allah, qəlbimi imanla möhkəmləndir, ruhumu sənin zikrinlə aram tapdır və məni daim doğru yolda sabit saxla. Mənə elə bir qəlb ver ki, səni sevənlərlə dost, haqq yolunda olanlarla birlikdə olsun və sənin razılığını qazanmaq üçün çalışsın. Amin. İftar duası. İlahi, səndən ötürü oruc tutdum və sənin verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Orucumu qəbul et, bağışlayan və mehriban Allahın adıyla. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla. Dəyərli izləyicilər, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi məlumatına əsasən Bakı şəhər üçün imsak vaxtı 05:26, iftar vaxtı isə 19:02-dir. Qeyd edək ki, oruç tutanlar hər ehtimala qarşı imsak üçün göstərilən vaxtdan 10-15 dəqiqə əvvəl yemək-içmək və sair orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir. Allah bütün tutulan orucları və edilən duaları qəbul etsin. Amin.